Salam uşaqlar, fizika 2-ci hissə test okusuna situasiyalara baxırıq. Situasiya nömrə 10. Müəllim doyan və doymayan buxarın birini digərinə çevrilməsi hadisəsini izah etmək üçün içərisində doyan buxar olan silindir. Baxın, hazırda doyan buxardır. Bura maye, burada buxarıdır yuxarısında. Deməli, silindirik qabı metal manometrlə, bununla da manometrlə də birləşdiribdir. Deməli, sabit temperaturda porşenin bir vəziyyətinə, iki vəziyyətinə qədər hərəkət etdirməklə buxarın həcminin artması zamanı manometrin göstərişinin dəyişmədiyini qeyd etdi. Lakin porşen yuxarı doğru hərəkət etdikcə, hərəkəti zamanı, yəni 2-3 gedişində artıq manometrin göstərişi azaldı. 1-2-3 vəziyyətlərinə uyğun həcm də budur. Deməli, bir sualına baxırıq. 1-2 və 2-3 yer dəyişmələri zamanı buxarın üzərində hansı proses aparılmışdır? Baxın, birinci bir prosesində burada maye və onun üzərində doyan buxarı var. Biz porşeni bir vəziyyətinə iki vəziyyətinə qaldıranda, deməli görüblər ki, təzyiq dəyişmir, manometrin göstərişi dəyişmir. Bu nədir? Proses özü deyir ki, sabit temperaturdadır, düzdür? Yəni, sabit temperatur nədir? İzotermik prosesdir. T bərabərdir, konstantdır, izotermik prosesdir. Və porşeni yuxarı qaldırmaq nə deməkdir? Həcmi artırmaq deməkdir. İzotermik genişlənmədir bu. Yəni, temperatur sabit, həcm artdı. Bu o deməkdir ki, izotermik genişlənmədir. Doyan buxarı izotermik genişləndirəndə bilirik ki, P-dir, Rho-dur, N-dir, bunlar dəyişməz. Bizə də deyir ki, manometrin göstərişi dəyişməyib. Deməli, birinci proses 1-2 izotermik genişlənmədir. 2-3 isə, baxın, biz bilirik ki, həm də doyan buxarı izotermik genişləndirəndə bir müddətdən sonra nə baş verir? Doyan buxar doymayan buxara çevrilir. Və artıq 2-3 hissəsində deyir, həcmi biraz da artıranda, yenə temperatur sabitdir, izotermik prosesdir. Yenə həcmi artırır, izotermik genişləndirir. Bu səfər artıq manometrin göstərişi azalıb, şərtdə deyir. P azalıb. Biz onsuz da bilirik ki, doymayan buxar qaz qanunlarına tabedir və bilirik ki, temperatur sabit olanda, həcm artanda təzyiq azalmalıdır Boyle-Mariotte qanununa görə. Bu da həmin onun sübutudur. Doymayan buxarı izotermik genişləndirəndə, artıq yəni doyan buxarı izotermik genişləndirəndə keçir olur doymayan buxar. 2-3 hissəsi doymayan buxara aiddir və o da qaz qanunlarına tabedir, belə bir nəticə alınır. Yəni, birinci proses izotermik genişlənmə, ikinci prosesdə elə izotermik genişlənmədir. Yəni, birinci doyan buxarın izotermik genişlənməsi, ikinci isə artıq buxarın, yəni doymayan buxarın, belə demək olar. Buxarın uyğun vəziyyətlərini əks etdirən PV qrafikini qurmaq lazımdır. PV qrafikini quraq, P-nin V-dən asıllığını qursaq. Bilirik ki, birinci nə idi? Təzyiq sabit idi. Çünki deyir ki, dəyişmədi manometrin göstərişi. Sonra nə baş verdi? Həcmi artıranda P azaldı. Bunun qrafiki isə tərs asıllıqdır. Və qrafiki belə yazırıq. Və bizə həcmin qiymətlərini verir. Birinci həcm olub V, ikinci olub 3V və üçüncü də olubdur 6V. Deməli, 1, 2, 3 hissələri var. Əks etdirən qrafiki bu cür çəkərik. Belə. Sonra deyir, bir vəziyyətində buxarın kütləsi 30 qramdır. Baxın, bir vəziyyətində, burada M buxar bərabərdə 30 qrama. Bir vəziyyətində M buxar bərabərdə 30 qramdır. Sonra deyir, bir vəziyyətində suyun kütləsini və 3 vəziyyətində buxarın kütləsini hesablayın. Bax, həcm buradan bura qədər nə qədər artdı? 3 dəfə artdı, düzdür? V7 oldu 3V. Onda buxarın kütləsi də 3 dəfə artarmı? Düzdürmü? 2 vəziyyətində buxarın kütləsi olar 90 qram. Bunu yazaq. Və buxarın kütləsi bilirik ki, doymayan buxarda sabit qalır. Yəni, 3 vəziyyətində buxarın kütləsi olacaq elə 90 qram, dəyişməyəcək. Amma biz fikir verin, burada 30'dur, bura 90'dır. Biz mayenin kütləsini həmişə necə tapırdıq? 90'dan 30'u çıxırıq. Deməli, mayenin kütləsi 60 qramdır. Bir nöqtəsinə uyğun mayenin kütləsi 60 qram. Yəni, suyun kütləsi 3 vəziyyətinə uyğun. Buxarın kütləsi isə 90 qram olar.